bugün dekabr ayının 3-ü 5-idir. Bəli. Və Bir biz nəfər komment yazmışdı bizim videoya ki, Allah canı sağ eləsin. Özümüz də yürüyük. Çox özümüz də yürüyük. Mən də çox şükür. Bəlkə də özümüzük, bilmirəm. Tanışlar da fake account açıb. biri yazmışdı, o deyəsən Şiraslan dostları idi sözlər. Amma deyilsə mən çox sevindim açığı. Bu son videomuza çox qəşəng biri kommentlər tanış gəldi. idi, Əhmədzadələrdən idi biri. Hə, ki, mənim atamdır, yes. Amma biri tanış deyildi, yazmışdı ki, bəs belə elə də, yəni vəziyyət yaxşıdır. Yes. Ümumiyyətcə çox pozitiv şey aldım. Çox. Çox Az, deyildi. amma çox pozitiv. Yes. Az sayda amma çox pozitiv. Amma çox sevindim ki, məsələn, müəllimin biri qeyd eləmişdi ki, bu videolar deyil, milyonlar tərəfindən izlənməlidir actually. Niyə hansı Which milyon I think baxan Azərbaycanda MMA fanatı yoxdur axı? Azərbaycanda yoxdur, İranda 30 milyon, 40 milyon Azərbaycanda var. Traktorun fanatları bizə baxsın deyirsən. Onlar MMA-yə baxar da, yəni. Və Nil Dariush nətər gəlib MMA-ci ola bilər. Sə? Yes. Söhbət Yəni- UFC 323. Öncəliklə mən fanatlara istəyirəm təşəkkürümü bildirim. Və Ki- UFC 322 necə oldu ya? UFC 322 was bomb. It was dope. Hələ ondan sonra Həqiqətən o 22-ni olsa danışmışıq, onun verişi də var. Amma Sarukyan Hooker. Wow. What a fight, man. What a fight. Belə bir şey olmalı. Mən gözləyirdim. Həqiqətən. Açığı mən gözləyirdim. O ayrı, amma Belal'la geri Wow. ümumiyyətlə What a yəni fight. ki fight of the year. Fight of the year. Hansı yer amma 1453. Hansısa ilin əsas fightı seçildi. Bundan sonra welterweightdə və lightweightdə kəmər iddiaları necə dəyişəcək? Tacir Horiguchi bizi sürprizləndirdi. Məsələn, Əslində o çoxları videonu da gözləmirdi. çəkmişik də. O videonu da artıq. Tacirlə Horiguchi Detallı çəkib çəkməmişik bilmirik amma o videonu. Çəkmiş Qabaqdan olarıq. gəlmiş deyərəməyək. Çəkmiş olarıq. Həqiqi. Birdən məsələn 2 gün sonra deyəndə dekabrın 8-9-u sən durdun, getdin, uçdun. Yo, o vaxta kimi uçmaram. Hə? Yəni bilmək olmaz, ona görə dedim. Amma hə, Tacir Horiguchi mən elə bir sonluq gözləmirdim. Amma bu döyüşlər haqqında fikirlərimizi maraqlanan tamaşaçılarımız həmin o post-fight, fight night Bəli. videomuza baxa bilərlər. İndi isə biz həmin döyüşlərdən danışmağa gəlməmişik. Deyər ya, Belal'la Ian Gary'nin axırı nə oldu, kim utdu, neçənci raunddan utdu. Amma onu girib tamaşaçılarımız özü baxsın. Yoxsa biz deyərik, olub keçmiş şeydir, bizə nə var? Gələcəkdən xəbər verməyik. Bəli. Bura telefonu qoyuram çünki döyüşlərin Yes, bir məndə də belədir. notlarını da gətirmişəm. Məndə də Çox very notlar. nice. Gözünü görsən. A lot of notes though. Bax, misal üçün. Yes, maraqlı Yəni, notlar. Azərbaycanda Yox. yəni döyüşdən bu qədər yazan nə qədər Heç kəs. jurnalist var ki. Ya buradakı notlar mənim xoşuma gəldi. Söz nəsil mənasında notlar. Və bir də belə bir şey. Bir də burada var notlarım. Oradakılar vəbşə elə bil ki, Bu ucu gələn döyüşlər. südlə haqqındadır. yazmısan üstünə. Bu gələn döyüşlər haqqındadır. Yes. Deməli 323-də çox tanış adlar var. Öncəliklə early prelim və prelimi tez bazar bir dənə kəsap eləyək. Bizim üçün önəmli hissələr də var. Muhammed Naimov bizim üçün önəmli olan tərəf deyil bu, amma yenə də Tacikistandan bizim köhnə SSR-də bir yerdə yaşadığımız bir ölkə idi. Muhammed Naimov Marion Santosla növbəti döyüşünə çıxır. Naimovun ümumiyyətcə 16 üstlük karyerası var. Yəni ki, gələcək vəd eləyən döyüşçüdür. Amma bu döyüşlə indi biləcəyik ki, nədir, nə deyil. Ona elə baxacaq. Amma bizlər üçün önəmli bir döyüş, Türk dünyası üçün önəmli bir gecə. İbo Aslan görəsən yenidən bounce back eləyə biləcəkmi, yenidən düzgün yola, right track deyirlər də, yəni düzgün yol indi bizim dildə biraz qəribə çıxır, amma yəni hə, tamaşaçılar dinçdirmir, yes. İbo Aslan deməli Ivo Baranyevski ilə döyüşəcək. 2 məğlubiyyətdən gəlir İbo Aslan. Ən son deməli ən son kimə məğlub olmuşdu? Çox boring bir fightda məğlub olmuşdu. Müəllimin adını yadıma sala bilmədim. Ondan əvvəlki müəllimin adını. Bunlar verişin həyəcanıdır. Moldovalı bir müəllimə məğlub olmuşdu ən birinci submissiondan. Ondan sonra isə hakim decision ilə baxaq. Billy Elekana və Young Tolaba. Young Tolaba Moldovalı olan və sonra da Billy Elekanaya məğlub olmuşdu. Bu 2 məğlubiyyətdən geri dönə biləcəyimi İbo Aslan. Mənə elə gəlir ki, bir nokautla inşallah İbo Aslan geri dönər. Rəqibi isə Ivo Baranyevski isə 6 döyüşü var. Səhv eləmirəmsə, baxaq, bəli, 6 döyüş, 6 qələbə, 4 nokaut, 2 submission.
Deməli judo backgroundundan gəlir. Öncəki döyüşlərini oturdum, izlədim. Deməli amateur döyüşlərini də izlədim, pro döyüşlərini də izlədim İvonun. İvo Baranevski ümumiyyətlə bütün rəqiblərini deməli ultimatalarla yerə yıxmağa çalışır. Takedownu o qədər də yaxşı deyil, amma hər zaman demək olar ki, çalışır ki, döyüşü yerdə davam eləsin. Çünki ümumiyyətlə judoda yaxşı nəticələri var. Gənclərdə səhv eləmirəmsə Avropa çempionatında bürünc medal və s. Ona görə İbo Aslan üçün bu mənada biraz çətin döyüş olacaq, amma İbo əgər döyüşü ayaqda saxlaya bilsə, mənə elə gəlir ki, ən qısa müddətdə rəqibi nokaut eləyə bilər. Biz bilirik ki, İbonun muhtaç olduğu qüvvət damarlarındakı asilkanda mövcuddur. Deməli, bu da Atatürk'ün sözüdür. Gəncliyə hitabəsi var, Atatürk'ün ey Türk gəncliyi deyə başlayan. İbo Aslana da həmin o damarlarındakı asilkanla qələbə qazanmağı arzulayırıq və damarlardakı həmin asilkan demişkən Nazim Sadıxov daha asilkana Amma biraz malik. bu arada əsəbiyəm mən, gərginəm. Niyə? Çünki Nazim Sadıqov niyə prelimdə dalaşır ki? Heç olmasa early prelimdə deyildi amma. Early prelimdədir də. Valla məndə prelim göstərir. Ola bilər. 11-1-1 Zerkal nə oğlandı bu? Niyə aparıb qoyublar? Yes. Early prelim. Yes. Məndə elə sən Wikipedia-dan Never know. baxırsan. Mən Wikipedia-dan baxıram, yes. Nazim İbo Sadıxov Aslanar da göstərir. early prelimdə. Nazim Sadıxov Fares Ziyamla döyüşəcək. Fares Ziyam 21 döyüş keçirib, 17 qələbə, 4 məğlubiyyəti var. 3 dəfə submissionla, bir dəfə isə decisionla məğlub olub. 6 knockout, 4 submission, 7 decisionla isə qələbələri var. 28 yaşı var. Hələ ki UFC-də deməli son 5 döyüşündə qələbəsi var. Kifayət qədər təcrübəli, əslində Nazimdən daha təcrübəli döyüşçüdür bu mənada. Son 5 döyüşünü qazanıb, hamısını UFC-də. UFC-də ümumi rekordu isə maraqlı bir şəkildə deməli 7-2, belə baxanda çox da pis bir rekorda, karneyə, gündəliyə sahib deyil. Tanış adlardan Jay Herbert və Matt Frevola kimi rəqibləri məğlub edib. Jay Herbert məncə heç də zəif bir rəqib deyil. Zamanında rəhmətli İlya da onu məğlub eləmişdi. Nazimi mənə elə gəlir ki, çox çətin bir döyüş gözləyir. Bu döyüşdə qalib gələcəyi təqdirdə inşallah ki, gələr. Yəqin ki, artıq rəngdə olacaq və rəngdə ilk 10-dan belə Nazimə rəqib verilə bilər. Mənə elə gəlir ki, indi bunu özümüz Azərbaycanlıyıq deyə demirəm, amma mənə elə gəlir ki, Nazim ilk 15-də olmayan ən keyfiyyətli döyüşçü ola bilər lightweight-də, ilk 15-də olmayanların içərisində. Amma təəssüf ki, ona rəqib olaraq da Fares Ziyamı veriblər. Daha bir elə Nazim statusunda, yəni Nazim keyfiyyətində bir döyüşçüsünü veriblər. İnşallah Nazim burada bizi haqsız çıxardar və göstərər ki, there are levels, Nazimin levelında deyil Fares Ziyam. Görək, qismət əsas odur ki, xeyirlisi. Düzdür, həmişə biz bunu demişik. Əsas odur ki, xeyirlisi. Digər indi haqqında danışmayacağımız döyüşlərdən biraz tez danışaq keçək. Danışmayaq, yəni Edson Barboza Jalen Turner ilə dalaşacaq early prelimdə və Marvin Vettori də Bruno Ferreira ilə dalaşacaq. Yəni early prelimdə Edson Barboza və Marvin Vettori kimi döyüşçülər var. Çox maraqlı. Görün kardın vəziyyəti nədir də, yəni müsbət mənada. İlin son kartı da deyə bilərik buna. Yes, ilin son kartıdır çünki. Ya ilin son pay-per-view kartıdır. Belə kartıdırmı bilmirəm. Bir dənə şey var, deyir, marketə gedir, alır, yığırdı, biraz səbzə ver, biraz nə ver. Deyir, borcum nə qədər? Deyir, 150 lira versən yetər. Oxşarı biraz. Görmüsən onu, çox güzel hərəkətlər. Yes. Deyir ki, 145 yapıyor. Deyir. Sən 150 verincə yetmiyormuşum. O deyirsən də. Yox, eyni qədər deyir. Eyni deyir. Eyni deyir. Deyir 150 la sən 150 ver. Hadi niyə belə minnətlə onu? Yes. Neyse, good times. Və keçirik main card'a. Main card'ın açılışını eləyəcək belə bir döyüşümüz var. Jan Blachowicz, Bogdan Guskov. İndidən tamaşaçılarımızı bir şey haqqında məlumatlandıraq. Əziz tamaşaçılar, biz bu verilişi çəkirik ayın 3-də, 5-də. Döyüş günü ayın 6-sıdır. Ola bilər ki, biz bunu yükləyəndə son saniyədə hansısa döyüş cancel olar. Məsələn, olar. Yəni ki, bizlik deyil. Biz verilişimizi 3-ü, 5-i, biz verilişi durub noyabrın 20-lərində çəkmirik. Yəni, it's not like that. Anyways, Jan Blachowicz, Bogdan Guskov. Mənə elə gəlir ki, Blachowiczin son məğlubiyyətindən sonra, Blachowicz son döyüşdə Carlos Ulbergə bildiyimiz kimi məğlub olmuşdu hakim qərarı ilə. Həmin məğlubiyyətdən sonra bu döyüşün məqsədi biraz Bogdan Guskovu yüksəltməkdir. Çünki orada bir Blachowiczdən gözlənti var idi. Əgər qalib gəlsəydi,
çox böyük ehtimalla Blachowicə artıq kəmər döyüşünü verəsi idilər. Çünki yaşı da artıq nisbətən keçir və uzun müddətdir də döyüşmürdü və əgər deməli Ulberg kimi bir rəqib üzərində qələbə qazansaydı artıq Blachovici göndərəsi idilər kəmər döyüşünə. Blachovicin ondan əvvəlki döyüşü Alex Pereira'ya qarşı hakim deməli split decisiondan məğlubiyyət olub. Yəni Blachovic əslində Pereira ilə ən yaxın döyüşü göstərmiş idmançıdır. Amma yəni Pereira'nın məğlub olduqları arasında, məğlub etdikləri arasında. Amma ki indi artıq Blachovicin 43 yaşı var, səhv eləmirəmsə, ola bilər hətta 44 yaşı olsun və son döyüşdə də məğlub olması, son 2 döyüşdə məğlub olması onu göstərir ki, artıq UFC bir qədər Blachovicdən əlini üzüb və istəyir ki, onu digər yeni gələn hansısa döyüşçünü qaldırmaq üçün istifadə eləsin. Mənə elə gəlir. Çünki Bogdan Guskov reytinqdə 11-cidir, Blachowicz isə 5-cidir. Burada yalnız bir məqsəd ola bilər ki, Guskovun reytinqini yuxarı çəkmək. Bu döyüşdən nə kimi gözləntilər var? Mən açığı elə Blachowicin yaşının çox olması səbəbilə ya nokautla, düzdür, nokaut indi Blachovic Pereira'ya, Ulbergə nokaut olmayan bir adam gəlib indi Guskova nokaut olar deyə sorğulaya bilər tamaşaçılarımız, amma deyir ki, nə edirsən elə, kimi məğlub edirsən elə, Xəbib də deyib, bunu zamanı məğlub eləyənmirsən heç vaxt. Father time always wins. Yes. Ona görə yəni mənə elə gəlir ki, bu dəfə Blachovic yəni nokautla məğlub olsa mən açığı təəccüblənmərəm. Amma yəni ümumi olaraq Blachovicin hakim qərarı ilə və yaxud da nokautla məğlub ola biləcəyini fikirləşirəm. Əsas da yadıma salıram Ulberglə döyüşü ki, ilk 2 raund çox da pis getmirdi, amma 3-cü raundda artıq hiss olunurdu ki, nəfəs olaraq çatdıra bilmir Blachovic. Blachovic onsuz da həmişə staminası problem olan bir döyüşçü olub, amma artıq 43 yaşında bu daha da özünü göstərəcək. Yaşlı döyüşçülər demişkən, növbəti döyüşümüz main kartda hansı döyüşdür? Main kartda yoxca? Yes. Bəs nə tez keçirik ki buna? Blachovicdən Bogdan Blachovich udarsa sonra nə olar? Hə, o danışır. Blachovich udarsa. Çünki Bogdan udsa nə olacaq onu bilmirik ona görə. No, Bogdan udsa, yəni ki, rankda Blachovich udsa heç nə olmayacaq. Heç nə olmayacaq. Okey, keçdik Henry Cejudo. Ona görə. Həqiqətən düz keçmisənmiş. Yes. Expert ayrı şeydir. Yes. Yaşlı döyüşçülər demişkən, yaşlı döyüşçülər Henry Cejudo. Geri dönməməyi demişkən, Henry Cejudo. Bu döyüş barədə 1-2 mənim fikrim var. İndi Pound for Pound podcast izləyənlər təbii ki, heç kim KO podcastı qoyub Pound for Pound podcastı izləməz. Amma Pound for Pound podcastı izləyən və izləməyən tamaşaçılar üçün demək istəyirəm ki, mən Usmandan orada 2 dənə retired fighter, mənim gözümdə onlardan retired fighterlar var. Uzmandan o birisi, adı nədir o birisinin? Henry Cejudo, Olimpiya çempionu, 2 qat UFC, 2 fərqli divisionda UFC çempionu və bəzi rumorlara görə greatest fighter of all time. Amma çox rumor da. Yes. Vallahi. Amma yəni o Henry Cejudo olmayıb, başqası olsaydı məncə biraz daha bu söhbət davam edərdi. Yes, yes. Rezümisi onu deyir. Henry Cejudo özü o olmadığı üçün biraz özünü yaşına uyğun aparmadığı üçün, çəkisinə uyğun, amma yaşına uyğun aparmadığı üçün belə bir hörmətsiz duruma düşüb. Halbuki heç UFC-də Olimpiya çempionu yoxdur. Kayla Harrison'dan başqa. Yes. Düzdür? Yes, düzdür. Və 2 division çempionu olub, özdəki dolların dollar vaxtı. Yes. Yox, manatın manat vaxtı, dollar həmişə dollar olub. Yes. Manatın 78 manatın manat vaxtı. 0.78 olduğu vaxtda 2008-ci ildə. Yarım finalda. Yəni ki, əslində çox gözəl birdir. Amma arada fasilə elədim, mən istəmirəm dalaşmaq, əlavə mənə pul verin 5-dən 3-dən. Orada körradı onsuz da. Orada körradı. Biraz mikrofona yaxından. Greatest combat athlete ola bilərdi məncə onsuz da, orada körradı. Ya da görüb ki, özü getmir, amma gedirdi də, yəni hamının birinci raund şaq-şaq udurdu. Yes. TJ uddu, Dominic Cruz uddu və Dominic Cruz onda hələ okey idi. Yəni. Yes, yes. Düzdür, o Prime Dominic Cruz da podcast açıb ha. Bizim followerlara demək istəyirik ki, getsin Dominic Cruz'un 30 minlik səhifəsində follower arasında. Amma bir dənə haşiyə çıxacam, o gün dediyim 3 həftə qabaqda, yəni. Yes. Açdım Dominic Cruz, adı şeydir, Love and War with Dominic deyəsən belə bir şey var. Hə, bəs izah edir ki, mən bunun adını belə qoymuşam, çünki mən özüm çox çətinliklərdən gəlmişəm. Nə bilim,
nə məndə çətinliklərdən həmişə içində bir heyt olub da insanlığa qarşı. Onu da sağ olsun bizə də nümayiş elətdirirdi. Cəmaata qarşı trash talk çox yaxşı. Yes. Hamını belə sındırmaqla məşğul idi. Çox yaxşı idi amma həqiqətən. Yes. Hamını sındırmaqla 20.000 follower var. Qəşəngdir ya. Yes. Kalan şortlar paylaşır. Nə baş bağırdım ki, bəs güya indi bunu açıb ki, həm fighterlərlə danışsın, həm də birinci qonağı kimi olsa yaxşıdır. Uriah Faber. Heç təxmin edəməyəsiydim amma. Cody Garbrandt. TJ Dillashaw. Amma üçüncü TJ Dillashaw. TJ yaxşı oğlandı amma. İndi sözünü nəyə kəsirəm? TJ odur baxı bu. Uduzduğun adamı çağırdı, yəni. Çağırar yəqin ki. Yes. TJ-yi çağırır. Amma görürsən ki, aralarındakı həmin aqressiya ölməyib əslində. Dominik deyir ki, mən elə, amma arada bir deyir ki, bəs sən mənə uduzanda mən sənin beynimə çox girmişdim. Dominik dayan. Buna görə çağırmısan bu uşağı bura. Ki TJ ondan sonra gəldi kəməri aldı. Cody Nuttu aldı, 2 dəfə Nuttu aldı. Və he could be actually one of the greatest bantamweight. Ay uşaq, gedin başqa yerdə oynayın. Merab olmayanda onsuz da yəni Dominik sayılır. The greatest bantamweight Dominik sayılırdı. Ki hələ də Dominiki saymaq olar yəni. Dominikin karyerası çox böyük. Vaxtında çox böyüdü. Valla o uduzduğu seriyaya gəlmə. Bilmək olmaz. İndi biz Merabın yaxşı vaxtında baxıb dəyərləndiririk bu məsələləri. Dominik də bundan daha yaxşı karyeradaydı uduzana qədər. O uduzur, sonra dalı gəlir, biraz da uduzur axı. Tony Fergusona indi baxmaq var. 2 il əvvəl baxmaq var. Doesn't really make difference. 5 il əvvəl baxsan fərq eləyir amma məsələn. İndi qayıdaq Henry Cejudo ilə Dominic Cruz da dalaşır da. Nəsə Henry Cejudo bir comeback hissində zəndə deyil məncə sözün açığı. Retirement fighter özü deyir. Yəni uduzmağa gəlir də. Evi satın qoyun Henry Cejudo'nun uduzmağına. Yes. Amma satmayın evi. Amma elə bir şey eləməyin. Telefonu satın, maşını satın, evi satın. Bəli. Əvvəlki epizodlarda da bunu qeyd eləmişik. Daha ikinci maşın, ikinci telefonu. Onsuz da ikinci telefonu nə üçün istifadə edədiyinizi bilirik. Satın. Şeytan əməlindən qurtulun. Belə. Burada yeri gəlmişkən iki telefon. Nəysə. Henry Cejudo. Bu döyüşdən nə gözləyə bilərik? Tablot barədə nədir Tablotun? Talbot barədə. Gözüm yaxşı görmür. Güclü və zəif tərəfləri. Talbotun ümumiyyətcə UFC-də hal-hazırda ən yaxşı strikerlardan biridir. Güclü tərəfi odur. Talbotu champ material kimi görürlər. Hər gün hamıya deyir ya amma. Yox, yəni işte. Amma yəni 1 nəfər, 2 nəfər deyildi ona görə. 10 nəfər varsa biri Talbotdur, yəni elə bir şeydir. Yəni kimi deyərsən? Talbotun mən stilini ən çox bənzədirəm Sean O'Malley'ə ümumiyyətcə. Döyüş tərzini falan belə uzaqdan dayansın səbirli, bir dənə udar vursun belə. Və Talbot şey kimi bilinirdi də, onu elə bil ki ulduz eləməyə çalışırdı UFC bir 3-5 döyüş əvvələ qədər, 3-5 ay əvvələ qədər. Və eynisi arxada da var. Belə kinayəli bir şeydir. Biraz o, mən çox fantazi film izləyən insan deyirəm, biraz elə bir şey var ki, oradan sehirli gücü çıxa bilər. Hə, ola bilər, I don't know. Mən heç izləmirəm. Big Man zat var ya, Big Man. Yes, Yu-Gi-Oh. Yes. Hə, deməli, Talbot ümumiyyətcə hamını nokaut eləyə gəlirdi, çox sürətli bir şəkildə özdə eləyirdi nokautları, çox tez eləyirdi və gözlənilirdi ki, qısa müddətdə UFC-nin əsas ulduzu olacaq Talbot. Belə bir gözlənti var idi. UFC də onu build up eləyirdi, ona uyğun rəqiblər verib çalışırdı ki, onu sürətli şəkildə yüksəltsin və ondan əməlli pul qazansın. Belə bir şey var idi. Sean O'Malley-də onu məsələn succeed elədilər də belə. Sean O'Malley kimi bir adamı gəlib UFC champ elədilər də, yəni onu bacardılar. İndi bir tərəfli adam mənasında deyirəm, zəif mənasında yox, amma bir tərəfli fighter mənasında deyirəm. Və Talbot da yəni belə idi. Bəli. Ta ki Talbot o qara gün gələnə qədər. Qara gün nədir? Eyni gündə Umar Nurmagomedovun 0-ı getdi və Merab uduzdu. Rinya Nakamura'nın 0-ı getdi və Muin Gafurov uduzdu. Talbotun da 0-ı getdi. Bildin hansı gün? Talbotun da 0-ı getdi və o da məğlub oldu deməli Raoni Barcelosa. Başqası ilə. Raoni Barcelosa məğlub oldu. Həmin Raoni Barcelos ki, onu Umar
nokaut eləmişdi. Hə, Qara qaqaş, tünd biraz. tünd qaqaş. Yes. Diz atıb sonra yumruğu. Ay sağ ol. Özü də şokdaydı. Exactly o qaqaş. O qaqaş necə utdu amma Talbotu? Wrestle duck termini var bildiyimiz kimi. Ancaq güləşərək, Talbotu həmişə yerdə saxlayaraq hakim qərarı ilə 30-27 şəklində utdu və orada biz Talbotun həmin o zəif tərəfinin şahidi olduq. Bəli. Gördük ki, sən demə Talbot heç güləşə bilmirmiş, heç takedown defensi yox imiş, əməlli qanqaraçılıq imiş. Onda belə çıxır ki, Henry Cejudo da onu wrestle duck eləməyə çalışacaq. Çalışar, amma Henry Cejudo'nun indi 40 yaşı var. Neçə yaşı var onun daha? 38 yaşı var. İstəsəm hesablayardım vallahi. Çünki bilirdim ki, 21 yaşında Olimpiya çempionu olub. Yes. Oradan gələrdi amma. Ehtiyac yox. Onda belə bir şey deyək də bu döyüşdən bağlı. Mən icazə versənsə bir-iki fikrimi bölüşmək istəyirəm. Talbot udacaq. Henry Cejudo son döyüşü olduğu üçün açığı decision Talbot deyirəm. Çalışar Henry knockout olmasında yəqin elə getməsin. Amma elə getsə daha yaxşıdır əslində cəmiyyət üçün, bütün MMA community üçün, Olimpiya Federasiyası üçün. Hamı üçün daha yaxşı olar. Henry'yə mənim hörmətim var idi bir ara açığa. Yes. Sonra amma özünü gözdən saldı. Necə saldı? Mən Henry'yə xoşdum. Henry ümumiyyətcə qayıtmamalı idi ki, hamımızın ağlında qalardı ki, he was the greatest fighter, hayf ki, əmələ gəlmədi, anlaşamı. Yəni qayıtdı, amma qaydan. Sterlinglə döyüşdə yadımdaydı, mən Azərbaycanın gözəl diyarlarından biri olan Şəkidəydim. Orada baxırdım və o döyüş əslində çox close bir döyüş idi. Yes, yes. Yəni it could go either way. Hətta Merabla birinci raundu da götürmüşdü. O da 3 raundda bir döyüş idi. Sonra kim oldu? Sonra yox. Şonla 17 Sangiyadan qaldı. Sangiyadan qaldızdı. O da gözünə barmaq girdi. Dedi ki, yox, davam eləyim. Sonra deyir. Mən fikirləşirəm ki, Henry Cejudo'nun içində yenə də bir dənə gözəl raund var. Bildin necə? Razıyam. Onu sadəcə eləyərmi, eləməzmi? Məncə eləyər. O son fight. Decision deyirəm, unanimous decision. Talbot deyirsən amma. Yes, 2-1. Hətta. Valla mənə elə gəlir ki, Henry bu dəfə güləşməyəcək kimi gəlir mənə açığı. Yaşı da çoxdur. No, güləşir, niyə ki? Merabla güləşdi. Really? I think so. Bilmirəm ya. Merabla güləşdi də. Yes, Sterlinglə də normalda güləşirdi yəni. Güləş işinə baxma. Merabla güləşdi normalda. Henry gooddur, yox, Henry yaxşıdır. Danışdıqca biraz şey oldu masada. Yox, yaxşı deyil, düşüb sadəcə. Mənə elə gəlir ki, Henry o yaxşı vaxtında olsaydı, Sterlingi də, Merabı da rahat udardı açığı. Və rahat deyirəm mənə elə, yəni ki, bir... Narahat demirəm. Hə, yəni çətinlik çəkərdi, yox. Yəni rahat şəkildə ikisini də udardı. Belə fikirləşəndə, yəni Sterlingin prime'ında olduğu vaxtda, bu da düşüşündə olduğu 4 il MMA-dən uzaq olandan sonra gəlib Sterlingə 3-2 uduzursa, yəqin ki, özü prime'ında olsa bir roundluq fərqi aradan qaldıra bilərdi də, yəni adama elə gəlir istər-istəməz. Merab da onun kimi, yəni 2-1. Merabdan round almış, onlardan başqa tək adamdır da, yəni belə baxanda. Güləşərək round almış. Güləşərək round almış tək adamdır ümumiyyətcə, yoxdur elə başqa adam. Mənə amma nəyəsə elə gəlir ki, Peyton Talbot knockout eləyəcək. Doğrudan. Hə, elə fikirləşirəm ki, bir UFC-nin orada scripted də hər şey bilsən də. UFC-nin orada bir main bir planı var və o öz yerini tapacaq. O plan da nədir? Henry ilə sağollaşmaq, hə? Henry ilə sağollaşmaq, Talbotu böyütmək, Talbotu təzədən hype eləmək. Çünki Talbotun uduzmağına məncə çox pis oldu Dana White ki, oradan bir star gələsi idi, gəlmədi. Məcburuq gedək Mokayevə çağıraq təzədən, nə bilim, indi eyni weightdə öyle, amma nəsə də o yan bu yan iş görək də bir cavan. Yes, ona görə I don't know, mənə elə gəlir ki, at the end of the day, show must go on. Show must go on deyirəm, yes. Show will go on, yes. Knockout. Knockout. Talbot knockout, 3-cü round. Hətta. Henry bəli, biraz artıq. 3 roundda da döyüş. Yes. Ödə də başlayan kimi knockout eləməz də, yəni. Mən açığı Henry'nin knockout olmağına inanmıram. Çünki Henry'nin heç mən əməlli başlı zədələndiyini xatırlamıram. Xatırlayırsan? No. Yəni yumruqdan zədələndiyini. Yox, knockout var bir dənə yadımda olan, amma o çox-çoxdandır. DJ o knockout eləyir. İzzət vurur. Yes. Çünki o belə qəribə dalaşır və çox yaxşı
məncə şey var, fight IQ-su var. Çox yaxşı Sözdən fight sonra. IQ-su var. Yes. Ona görə nə bilim görmürəm, görə bilmirəm, görmək istəmirəm bəlkə də. No, mən də görmək istəmirəm. Mən belə, yoxsa prosta nə mənə narahat. Mənim görmək istədiyim odur ki, hə, Henry birinci raund yerə yıxsın, ground and pound finish məsəl üçün. Amma sonra nə? Ya Henry özü çıxıb gedir də, yəni udmağının Hansı çəkilir? Flyweight-də. Bantamweight. Ha, Bantamweight. Kimdir çempion? Merab the Machine Dvalishvili. Merabla dalaşıblar da. Yes. Şanla əslində udsun. Şanla onu qoyaq şeyə, White House-a. Getməz. Getməz məncə. Henry'ni xoşlamırlar elə. Henry ilə bilet satan uşaq da deyil də yəni. No, məncə Henry satar bilet. Valla deyil axı. Deyil, Henry amma. bilet satan kimi tanınmır. O da Henry'nin günahı deyil, valideynlərin günahı da sonra. Valideynlərin bir də ümumiyyətlə belə bir şey var da aşağı bantamla flyweight-də. Hə. Excuse me. Ask me. Ya anasının günahıdır. Yes. Vaxtında razılaşmasaydı bu işə. Yes, definitely yes. Bəlkə də razılaşmayın. Nəysə. Nəysə, keçək bu Meksikan mafiyası üstümüzə gəlməsin sonra. Keçək flyweight. Brandon Moreno, Tatsuro Taira. Yes. Tatsuro Tairan ən çox xoşuma gələn adıdır mən. Sözdən sonra 17-1-0. Bir kimi uduzub Brandon Royvala. Brandon Royvala split decision. Brandon Royvala da decision-dan uduzub deyə çox pis deyil. Və split decision-da. Brandon Moreno orada amma özüdür də yəni. Amma close fight da öyle idi o split decision. Yes. Yalandan split dedilər. Brandon Moreno yaşı nədir Brandon Moreno? 33 deyirəm mən. Məncə azdır. Even daha az 31 zət də ola bilər. Amma Çünki desəm Brandon Moreno'nun mileage elə bir ki 31 imiş. 1 Yes. milyon gedən Çeşka Yes, Mercedes kimidir. yes. Nə qədər dalaşıb və 31 yaşı var imiş. 31 yaşı var. Çox Və az deyil yəni Brandon Moreno üçün. 33 dənə döyüş olub. Yes. Wow. Və 7 ya 8 məğlubiyyət olmalıdır ya, elə bir şeydir. 8 məğlubiyyət var. Hə. Yəni 2 dənə də no decision. no contest yoxsa dra? Hə, drası var bir Drası dənə. var, iki Drası dənə. var bir dənə, yadımda deyil. 2 ya biri yadımdadır amma. Şeylə də elə Figueiredo ilə title fight'ın ilk title 6 fight. fight'ın birincisində 4 dəfə dalaşdılar. 4 dəfə. Birincin dra, ikincin Moreno, Nə qədər üçüncün çox dalaşsalar da məncə hamısı entertaining döyüşlər. hamısı. 4-ü də həqiqi entertaining döyüş idi. Çox qəşəng döyüş idi. Amma Moreno ümumiyyətcə mənə elə gəlir ki, bu dəqiqə o weight klassda, indi Mokayev yoxdur da UFC-də deyil. O weight klassda ən yaxşı güləşçi o məncə açığı o elə şeydir, Pantoyadır. Amma Pantoya ən layiqli rəqibdir. Bəli. Sadəcə Pantoya 3 dəfə uduzduğu üçün indiyə qədər onu Pantoyadan təzədən çıxartmaq istəmirlər. Amma yəni amma həqiqi o deserve eləyir. Amma bu qələbə ilə çıxar bir də. Məncə də çıxar, yes. Çünki Joshua-nı yalandan veriblər indi. Yes, Gələcək o detallara. Yes. Biraz elə döyüş yaxşı oldu. Axşama dedisən 2 dəqiqə gözlə Pantoja finish eləsin, gələrsən. O döyüş biraz qurma işi oldu. Yes. Biraz diversity olsun, diversity-də fərqlilik olsun deyə Yes. onu gətiriblər. Ona görə Moreno, bu döyüş Moreno üçün çox əhəmiyyətlidir. Mənə elə gəlir ki, burada ümumiyyətlə bu döyüşdə qalib gələn böyük ehtimal elə title fight-a döyüşəcək, yəni bu ayrı məsələ. Başqa adam yoxdur çünki və Tairanın da ümumiyyətcə bir məğlubiyyəti var, 17-1 gedir, gənc döyüşçüdür. Yəni bu mənada Taira da qalib gəlsə, həm də Yaponiya bazarına da UFC çıxmaq istəyir. Kaya Sakura ilə bunu sınadılar, əmələ gəlmədi. Yəni Tairanı da istəyirlər. Taira qalib gəlsə, hətta mən deyərdim ki, Taira qalib gəlsə, Tairanın daha böyük ehtimalı var növbəti title fight-a çıxmağa. Nəinki? İndi bunları deyəndə elə düşünürəm ki, Pantoya udacaq da yəni, onu bilmirik hələ. Hə, nəinki Moreno qalib gəlsə. Hə, yes, o ayrı. Amma belə bir şey də deyim ki, Moreno'nun ki 3 məğlubiyyəti var ha deyirlər. O üçünün biri vəbşi amateur fight'dır. 2 raundluq TAF-da olan fightlardandır. Amma TAF-ın şey olmadığıdır. TAF-dı ya ultimate nədir? Orada elə bil pro rekorda sayılmayan 2 raundluq fight'dır. Yəni biri odur. Biri UFC-yə təzə gəldiyi vaxtlarda yenə bir 6-7 il əvvəlin fightıdır. Biri də ən son elə Pantoya'nın Moreno'dan kəmərə aldığı fightdır. Hansı ki split decision-la uduzub Moreno Pantoya'ya. Yəni Pantoya bunu split-la udub da. Ondan sonra Kai Kara Fransız boğdu, nə bilim Asakura'nı boğdu.
Royvalın başına nə oynaşdı? 50-45 vəbşə it elədi belə çıxmasın. İt tamaşaçılarımız inciməz. Amma sonra o birisində Steve Ersek də yenə 50-45 şəklində uddu. Hamını belə udub. Moreno oynanda split decision. Bəli. Yəni Moreno burada Tabii ki, Pantoja ilə split decision eləmək yaxın duran oğlan yoxdur bu dəqiqə. Hə də ona görə o biri 4 nəfəri saydım da. Bəli. Hə, yəni onları elə udub, bunu isə split decision udub. Biz də elə davranırıq ki, elə bil Pantoya bu dəqiqə hamıdan çox üstün nə bilim nə. Niyə ki? Yəni bu oğlan da oynayan split decision adı ki, they are almost same level-da ya. O deməkdir yəni. Aslında mən belə bir şey demək istəyirəm ki, UFC Morenonu 4 dəfə Figueiredo ilə dalaşdırıbsa, demək ki, bunların dalaşmamağının yeganə səbəbi marağın olmamağıdır. Bunların öhdəsinə düşür. Moreno ilə Pantoja. Pantoja axırıncı döyüşündən sonra çıxıb kimi xalat elədi. Yes, heç kim eləmədi hər DJ. şeyi. Sorry. Yəni True. DJ yoxdur axı. Yes. Pantoja düşüydü biraz ama. I don't like that guy. Yes, ona görə bu uşaqların öhdəsinə düşür bu fight'ı build eləmək. Moreno məncə bu döyüşü inşallah götürsə, indi inşallah deyirəm mənim fərqi yoxdur. Yes. Amma bir taco həvəskarı kimi deyirəm ki, Sushi'dən daha çox xoşlayırıq da tabii. Sushi'dən daha çox Japondur o birisi. Tatsuro Taira. Başqa nə ola bilər deyirsən? Hə də. Hə. Çalan Yapon var amma flyweight-də. Yes. Rinya Nakamura, Tatsuro Taira, Kaya Sakura, bir də Kyoji Horiguchi. O da Tagirlə nətər döyüşdülər özdə. Ki Horiguchi də əgər 2 həftə əvvəl Tagiri udubsa, spectacular bir fashionla udubsa, bunu öyrənmək üçün tamaşaçılarımız 2 həftə əvvəlki verişə baxmalıdır. Udubsa Horiguchi də çox iddialıdır ya kəmərə. Çünki ilk döyüşüdür falan UFC-də bir döyüşə gəlib, amma ondan əvvəl UFC-də döyüşmüşdü. Bir dənə də problem var ki, Moreno'nun deyirsə neçə 29 yaş var, 31. Yəni düzdür, o divisionda cavan uşaqların yeridir, amma 31-in hələ bir 2 il, 3 il gedəcək yeri var. İndi bəlkə gözləyərlər Pantoja yekunlaşsın. Məncə Pantojanın çox qalmayıb, tək əlində şey deyirlər. 3 döyüş falan qalıb məncə bu Van döyüşü ilə bir yerdə, max. Bəlkə Pantoja gedəndən sonra Moreno yenə gəlib çempion olar. Ha, gedəndən sonra olar amma yəni indi də olar amma. Onu demək istəyirəm yəni Bilsən nəyə görə? Çünki indi Morenonu versə yenə uduzsa Morenona. Yeyə bildim mən. Sonra Moreno çempion olsa cəmaət. Uduzmaz. O da var. Çünki hələ Moreno indi prime-indadır da. Yes. Axırıncı dəfə 1-2 il olar dalaşıblar. 2 il olar ha. Pantoja da zəiflər də. Dəqiq 2 il günü nə olar mı bilmirəm amma olar da yəni. Günə ehtiyac yoxdur. Yes. Yes. Ona görə maraqlı bir döyüşdür. Nə deyirsən bəs? 3 raundluq bir döyüş. 2023-də döyüşüblər. İyulun 8-i. 2 il. 3 ildir. Mənim bacımın ad günündə döyüşüblər. 2 il yarım. İyulun 8-i. Hə. Doğrudan mənim də bacımın adı iyulun 6-sıdır. Hə, bu L deyirəm ha. L. Hə, məndə də L'dır. 5-idir. 5 il sonra 5 il. Hə, da yoxdur onda. 5-idir. Hə. O şimdi Moreno Taira döyüşündən mənim açığı gözləm. Tairanı ki mən Royval'la gördüm. It wasn't a close fight. Split decision veriblər, but it wasn't close. Yaxın döyüş törüydü. Ona görə mənə elə gəlir ki, indi Royval'la Moreno düzü tam fərqli stildə döyüşçülərdir. Amma mənə elə gəlir ki, Taira nə qədər indi rekord onu deməsə də, Taira Moreno levelında deyil. Əmir Əlbazi var idi, o da undefeated idi. Moreno ilə çıxartdılar. Moreno onu belə heç şans vermədi də məsələn. Göstərdi ki, yəni o dərə levels. Yəni ona görə mənə elə gəlir ki, Moreno Tairanı indi Moreno ya boğar atar, amma 3 raunddur da. 3 raunddur deyə mənim gözləntim odur ki, Moreno elə yerdə saxlaya da. Baxmışam, yes, Ben Askren əməli güzəli mənə. Buradan salamlarımızı göndəririk. Tamaşaçılar bir-iki biraz xəstələnmişdi Ben Askren. 2 həftə əvvəl velosiped sürən videosunu paylaşıb. Reelin. 2 həftədir uşağın paylaşdı. Niyə bəs arada ölüb bəlkə? Yox, 2 həftə əvvəl də. 2 deyil. 2 həftədə o. 2 həftə 2 gün qabaq paylaşdı. Yo, ondan sonra da nə qədər paylaşıb, sən hələ görmürsən. Yəni Moreno gözləntimiz odur ki, mənim açıq gözləntim odur ki, Moreno döyüşü ümumiyyətlə ayaqda davam etdirməyə çalışacaq. Moreno çünki özünü rahat hiss elədiyi şey fitdir, ayaqdır. Ayaqda döyüşü keçirməyə çalışacaq. Meksikan kimi dalaşır amma sən. Yes.
Çox qəşəng body şeyləri var. Yes. Əllərindəki yerə dəyir. Yes. Çox uzun reach'i var məncə. Qəşəng body var. Lightweight, bəlkə middleweightlərlə, welterweightlə eyni reach'i var məncə. That I don't know, amma ola bilər. Danış, mən baxacağam. Maraq üçün. Hə, yəni Moreno uzaqda saxlamaq işinə baxır. Mənə elə gəlir 1.78 reach'i var imiş. Həqiqətən də çox imiş yəni. Yes. İslamın reach'i nə qədərdir? I don't know, baxdım. Hə, o şimdi Moreno yəni belə fikirləşirəm ki, döyüşü ayaqda saxlamağa çalışacaq. Body hookları ilə, qəşəng body demək kickləri ilə bədənə hook və hook deyəsən bakavoiddir Azərbaycanca. Bu da, amma bədənə olan. Onlar və bədənə təpiklərlə. 179 İslamdadır. Demək ki, lightweight qədər deyil də. Hə. Bədənə təpiklər və bədənə hooklarla yormağa çalışacaq. Hə, welterweight, ay yaşa. Deməli yormağa çalışacaq və döyüşü ayaq üstə aparmağa çalışacaq. Çünki Moreno ilə çox az döyüşçü var ki, ayaq üstə bacara bilərlər həmin weightdə. Biri məsələn Brandon Royval var, amma azdır. Amma öz növbəsində bəs Tatsuro Taira nə etməlidir? Həqiqətən. Bu sualın cavabını axtarırıqsa, mənə elə gəlir ki, Tatsuro Taira çalışmalıdır ki, döyüşü yerə çəksin. İndi bu belə onsuz da bilməməyimizin məsələsi budur ki, bilirik kim nə etməlidir, bilirik. Kim öz planını icra eləyə biləcək, onu bilmirik. Ona görə də oturub baxırıq döyüşə. Onu da bilsək baxmazdıq. Hə. Yəni mənə elə gəlir ki, Taira da çalışacaq ki, döyüşü yerə çəksin. Taira'nın ümumiyyətcə takedownları çox yaxşı deyil. Yenə clinch vəziyyətindən takedown eləyən uşaqdır. Ona görə yaxın məsafəyə girməyə çalışacaq. Moreno isə uzun reach ilə ümumiyyətcə yaxın dogfight-a imkan verməməyə çalışacaq. Moreno ümumiyyətcə səliqəli işləyən strikerdir. Dogfight işinə onsuz da girmir. Bu əsasla da mənə elə gəlir ki, Moreno ilə döyüşü uzaqda saxlayaraq təcrübəsi hesabına 3 raund davamlı zərbələr ataraq decision-dan qalib gələr kimi gəlir mənə. Amma Moreno məsələn striking fight-da Kai Kara Fransı nokaut eləmişdi yəni. Moreno elə belə oğlan deyil. Kai Kara Fransda eşitdin? Çıxıb UFC-dən. Yaxşı eləyib amma I hated that guy all the time. Deyir ki, mən öz community-mə kömək eləyəcəm. UFC-dən niyə çıxıb bəs? Nə bilim. Əlaqəsi nədir yəni? Bir off götürüb, USADA puldan da çıxıb, nə bilim nə. Ha. Onda UFC-dən çıxmır. Yəqin tıncıqdır. Kai Kara Frans çempion olmağa heç yaxın deyil axı. Yəni Kai Kara Frans ağır zərbələri var, bir dənə işi odur. Strikerdir, amma striker olaraq məsələn Moreno pure striker deyil də, Moreno yəni lazım olanda güləşir məsələn. Yəni striker olaraq da ideal striker deyil. Məsələ odur. Yəni elə bil ki, Izzy'nin işini görürsən sən weight class-da. Amma səndən daha yaxşı strikerlə 5 nəfər var həmin weight class-da. Sən nə fikirləşsən ki? Yəni birəbir kimlənsə strike-a getsən də uduzursan və kimsə güləşi bacarsa ona da uduzursan. What do you think? Bir dənə şey də demək istəyirəm. Elə bir bu aşağı çəkilərdə çempion ola bilmirsənsə, ola bilmirsən. I don't know. What do you mean? Pantoya məsələn nə qədər uzun müddət sonra gəldi çempion oldu da. Çünki yox. Kəmərə bir neçə dəfə dalaşıb Pantoja. Kəmərə dalaşmayıb, amma yəni düşüb qalxıb, düşüb qalxıb. Belə ki, middleweight desən, indi səsli düşünürəm ha. İndi gəldi ağlıma ki, middleweight desən, elə bir gün ola bilər ki, sən məsələn Sean Strickland çempion ola bilər də yəni. Sanki bu aşağı çəkilərdə elə bir gün yoxdur yəni. Aşağı getdikcə elə bir gün yoxdur ki, sən orada random çempion ola biləsən. Hə, o başqa şeydir. Random çempion olmur. Başqadır. Çempion ola bilmirsənsə, bilmirsən. Hə, məsələn, Kai Kara Frans yəni competition elədi ki, bu Pantojana 15 dəfə dalaşsa 15-də uduzar. Hə. Onu demək. Yo, mən şey deyirdim ki, məsələn, Pantoya özü uzun müddət ortabab fighter olub da yəni. Yes. Ortabab dediyim top 10-da olan bir fighter olub. İndi pound for pound top üstədir. Hətta bir də ola bilər actually, yəni İslam nəsə belə, amma yəni Pantoyanın UFC-də Kalan döyüşü var. Yes, və 2 ildir udub. Yo, UFC-də. UFC-də 35-dən olmadı. Hannibal deyil. Ha. Amma yəni 2 ildir hələ kəməri alıb. Yəni Pantoya DJ-in vaxtından döyüşür. Çox uzun müddətlidir. Hə, Figueiredoya məğlubiyyəti var, Əsgərova məğlubiyyəti var. Hə, title fight-a çıxmayıb da, yəni amma gör nə qədər döyüşdü bax. Son döyüşlərdə qələbə gəlir, uje parlayıb da, amma ondan əvvəl Pantoya Əsgər, sonra Figueiredoya uduzub. Qalx düş idi Pantoyanın işi. Rezümüsü eləsən deyəndə öyrə.
Yəni son Royvaldı, Alex Perez. Who the fuck is Alex Perez? Alex Perez top 5 Brandon idi. Moreno, Royval, Steve Ersek. Steve Ersek number 11 idi. Number 11-ı verdilər oyla döyüşməyə. Kimsə zədələndi, yerinə gəldi. Amma UFC-də çoxdan da deyilmiş. Nə vaxtdır? 2017-dən UFC. Çoxdandır da amma. Görək, 6 il ömrün boyu uşaq. 6 il yox idi hər şey. Çempion olmaq üçün 6 il. Exact düz dedin. 6 il sonra çempion. Amma yəni o arada Pantoya heç çempion kimi başlamırdı da işinə. Onu demək istəyirəm. Uduzur, 2-3 döyüş uduzur, 2-3 döyüş uduzur. O cür gedirdi. Amma sonra tak gəldi. Son neçə döyüşdü? 8 döyüş, 9 döyüşdü. 1 2 Undefeated-də də. 5 6 7 döyüş. 7-dir. Ha, 8 9 döymüş. 8 bundan bir yerdə 8. Ha. Bunu bir-biriydən. Nəysə, gələk bu döyüşün şeylərinə. Dedim də amma. Hə, mənə belə gəlir ki, yəni var, evi satar. Moreno decision qoyaq. Qələbəyə yoxsa decision-a? Decision-a qoyaq. Qələbəyə qoyaq, bəlkə dəqiq olsun da evi satıraq. Bilmirik. Hayır. Kiminsə qələbəsi. Hansı Hövsandakini satırıq, yoxsa ki Sibrizdəkini satırıq? Sibrizdəkini satırıqsa qələbəyə qoyaq. Sibrizdəkini sataq ki, Hövsandakindən bir neçə dənə ala bilək. Onu da kirayəyə verək. Amma pulu ilə yaşayaq da, brat. Sonra da Duble İskəndər. Kahvaltıya belə Duble İskəndər. Okay. Good. Uğurlar arzulayırıq. Hər birinə uğurlar arzulayırıq, bəli. Gəldik co-main event. Co-main event hamımızın həvəslə gözləmədiyi, uzun müddətdir niyə belə bir döyüş var dediyi, niyə belə bir döyüş var dediyi. Əslində bu döyüş barədə bir növ danışmış olduq. Əgər tamaşaçılar videonun bu hissəsinə birbaşa tullanmaq demək istəmirəm. Keçməyiblərsə, keçid eləməyiblərsə. Biz bu divisiondan kalan danışdıq. Yes. Və Pantoja haqqında nə deyə bilərik? World champion. Braziliyanın fəxri. Faveladan olar bu da sıxsan. Aynen o. Nə gözəl çempion, çox dominant. Çox dominant, yes. Joshua Van'da bayaq qeyd elədim, yenə deyirəm, əvvəlki misralarda qeyd eləmişdim ki, bəs bu döyüş olmayası bir döyüş idi, iş elə gətirdi ki, oldu. Joshua Van'dakı, sözün açığı mən Joshua Van'ın gözünün içinə baxıram, yəni şəkildə də. O uşaqda mən o bright lightlara dözəcək bir şey görmürəm. Məncə bu Joshua Van'ın karyerasında bir sən nə olacaq? Elə bil, nə bilim, İslam birinci döyüşünü uduzdu. Yəni, nəsə, bilmirəm, İslam qədər great olacaq anlamını demirəm. Mən inanmıram elə great. Yəni ki, bu uşağın həyatında, nə bilim, Canelo Mayweather'ə uduzdu. Ən yaxşı halda belə bir şey görürəm. 24 yaşı var da ümumiyyətcə. 24 yaşı var və belə bunu həvəsləndirib özü də çox qaz verib çıxardıblar bundan döyüşə. Yes. Amma o uşağın gözündə o yetkinliyi, bu döyüşə hazır, o təcrübə, o bright lights, o nə bilim gün, stres, nə bilim nə, indi deyirlər döyüşün 80% mentaldır. Bu uşaqda mən ona hazırlıq görmürəm. Rəhmətli John Jones'un o 23 yaşında title fight'a çıxdığı o şey yoxdur. O şey yoxdur, hə. Axırıncı döyüşündə də Bruno Silva yox, Brandon Royvalı knockout eləmədi, decision-la udub hələ onunla belə qaldırıblar. O elə bir qısa müddətdə oldu da, bir ayın içində Bruno Silva dalınca Brandon Royvalıdır. Brandon Royval'la da belə Fight of the Year kimi bir fight elədilər. İyunda 2 dəfə dalaşıb, 8-i və 29-u. Yes. Onda buna deyinən şey kimi verib də ki, oğlum sağ ol. Hə. Şeydən götürdü öz də. Short notice-dən götürdü. Short notice-dən götürdü, aldı. Gəldi və decision-dan uddu. Yes. Heç nə, Allah özü kömək olsun, məncə. Joshua Van'a bu döyüşdə. Da yəni, onun başqa oyan bir anlıq yolu yox. Yəni, Pantoja deyirəm, yəni submission zət də deyərəm açığı. Mənə də elə gəlir açığı. Pantoja bunu məncə toy kimi oynadar, atar o tərəfə. Mənə də exactly o cür gəlir. Pantoya submission kimi gəlir. Çünki mənə elə gəlir ki, Brandon Royval, Joshua Van həddən artıq bir tərəfli döyüşçüdür ya, yəni. O bir strikerdir, hə. Özdə yəni ki, deyim belə ideal, düzdür ya, indi Brandon Royval'la decision qalmaq, decisionla Royval udmaq. Çünki Royval da pure strikerdir.
pure striker'da. Hə, yəni Royval özü knockdown da elədi 3-cü raundda. Yəni ona görə mənə elə gəlir ki, yaxşı strikerdir, söz onda yox. Amma prosto strikerdir da, yəni heç güləş işinə baxmır. Əlinin ağırlığı var desək yoxdur. Flyweight-də ümumiyyətlə kimin əlinin ağırlığı var? Yəni çox elə bir şey yoxdur axı flyweight-də. Moreno'da bir şat kimi yoxdur da. O var, Kaykara Fransın var məsələn, o da heç çoxuna bir var idi, hə. Hə, yəni döyüşlərinin çoxunda özü decision-la oldu fikir versən. 2 dənə məğlubiyyəti var, 12-2 olmalıdır karyerası. Böyük çoxluğunu döyüşlərinin UFC-dəki döyüşlərinin böyük çoxluğunda decision-la oldu. Bu da onu göstərir ki, yəni çox sərt vurmaq işinə də baxmır. Ona görə yəni Pantoya'ya qarşı hansı silahı var desəm, heç bir silahı yoxdur. Hə, ancaq belə qaz silahı ola bilər. Ki özünü elə hiss eləyər ki, vallahi udacam. Əsas ürəkdir məntiqi ilə bəlkə. Sən aslansın, sən yaparsın. Hə, o cür bəlkə Pantoya, amma heç inanmıram da. Məncə bu döyüş indi açıqlananda, nə bilim, mənfi 10.000 falan olacaq. Olacaq, hə. Minus 15.000, plus 15.000 dolar. Elə açıqlanacaq ki, yəni bu iş deyil. Şeydir, onda okey, evi satırıq. Moreno ilə Pantojan qələbəsinə yazırıq. Hövsandakində basırıq Moreno Pantoya. Bir də Mərabın. Gedər ha bu əslində, zarafat eləyirik. Hə. Evin bəlkə yox, daha çana satmaq olar. Hə də, bunun üçün də yalını satmaq olar. Çünki dəqiqdir bu. Bu dəqiqdir, yes. Dəqiq fight olduğu üçün əziz tamaşaçılar, buradan sizlərin hamınızı səslidir. Bütün ölkədə evlər satılır. Biləcərdə nə qədər ev varsa satın, hamısında aparın Biləcəri əmlakda satın. Biləcəri əmlak, güvəndiyiniz əmlak. Amma qumara özəndirmirik, o cür satmayın. Sadəcə evlərinizi satın. Biləcərdəki evləri... Döyüşün nəticəsini təxmin eləmək deyək. Biləcərdə o taydakı evlərinizi satın, gedin bu tayda ev alın. Biləcərdə nə qədər çox ev alqı-satqısı olsa, vətənə, millətə, elə bilin ki... Ekonomiya xeyir. Elə bilin ki, bir like, bir kommentdir bizim üçün, o qədər. O qədər bizə faydalıdır. Amma əlbəttə ki, biz burada qumara özəndirmirik, o cür yox. Sadəcə, nədir ki, məsələn, bugün bu evdə yaşamırsan, sat bir dənə gəl, nə olar ki, bizə də bir xeyrin dəysin. O cür evi sat. Bir like, bir subscribe qədərdir. Hə, bir like, bir subscribe, bir ev. Əziz tamaşaçılar. Henry Cejudo'nun məğlubiyyətinə yazırsınız şu an. Yox, bunu eləməyə. Bu həqiqi YouTube sonra üstümüzə nəsə olarıq, sabah bir şey. Üstümüzə gələrlər ki, belə şey dedilər. Yazmayın. Bu Talbotun qələbəsinə, Moreno'nun qələbəsinə, Pantojan'ın qələbəsinə, bir də Mərabın qələbəsinə bir yerdə yazmayın. Yazmayın. Belə şeylər izah edərsiniz birdən, qəti elə bir şey eləməyin. Amma bunların koefisiyentini də toplasan, rus sözü istifadə elədim, üzr istəyirəm tamaşaçılardan. 2.1 dolar. 2.1 dolar. Yəni ki, evi qoysaz 2 dənə cəmi ev ala bilirsiniz. Onlar da Biləcərdə alın. Bəli. Ha vaxt ev alsanız Biləcərdə alın, Biləcərdə satın. Təbii ki, onlar zarafatdır. Dinimizdə də haramdır onsuz da. Ev almaq, satmaq. Yox, gambling. Hə, parlay oynamaq. Parlay. Tək-tək oynamağı tövsiyə edirəm. Nəysə. Yaxşı, Pantoya neçənci round Vallahi o önce gamblingə girir, mənim o işlə aram yoxdur. Yes. Pantoja, valla... Yaxşı, hansı submission'dan deyirsən? Okay. Rear naked choke, ikinci round. Yeah, hamını elə eləyir, düpbədir sən, Allah. Mən də bir deyirəm. Sən dediyi deməmək üçün dedim, yəni. Yes, yes. Amma rear naked choke. Gəldik, it's time. Merab the Machine versus ən çətin rəqiblərindən biri Umar Qala Pyotr Yanla dalaşır. Yes. Hansı ki 40-45-50, 50-45 hesabı ilə dominant şəkildə məğlub elədiyi Pyotr Yana və Merab da düşünür ki, ən layiqli rəqib budur. Həqiqi ona çox mən əsəbləşirəm ayəndə. Yekə olansan da Merab, yəni. Yox, bir də o şey var idi ki, Umar deserve eləmir title fight-a çıxmağı. Zaten ilk title'ında deyirəm ha. Deyək ki, eləmir də, deyək ki, sən deyəndə qohum qardaşlıqla, tanışlıqla gəlib title fight-a. Lap razı olduq səninlə. Ki necə tanışlıq olub bilmirəm amma Corin'i utdu Umar. Corin'i 50-45 utdu, gəldi title fight-a. Ondan sonra Merab şey elədi ki, Corey deserves it, Corey ilə title dalaşdı. Yes. Bu da udub da Corin'i. I think he deserves to be on title fight. Whatever. Amma lap deserve verəmirdi deyək. Deserve verəmirdi, gəldi qardaş səndən kişi kimi 48-47 uduzdu da 3-2.
və sənə 3-2 uduzan olmayıb yəni indiyə qədər. Həqiqətən. Düzdür, yəni bu deserve eləmirsə title'ı da kim eləyir ki? 50-45 utduğun Pyotr Yan eləmir də yəqin ki. Nə bilim valla. Valla mən bu döyüş barədə birinci onu demək istəyirəm ki, mən böyük Pyotr Yan fənatıyam. Okay. Onu qeyd eləmək istəyirəm. Məncə Pyotr Yan çempion da olub da Pyotr Yan. Olub. Yəni o uşaq bir də çempion olarmı bilmirəm, amma onun döyüşünə baxmaqdan mən zövq alıram. Mən də çox zövq alıram. Çox belə qəşəng dalaşır. Səliqəli dalaşır. Səliqəli dalaşır. Şey dalaşır. Hər an nəsə eləməyə çalışır. 100%. Bir dənə problem odur ki, wrestlingdən baş eləyə bilmir də. Merabın wrestlingi ilə baş eləyir. Özünün yaxşı takedownları zadı var, judo tripləri zad eləyir. Amma elə orada da qalır yəni. Amma başqa da yəni Merabdan başqa da ciddi məğlubiyyəti yoxdur. Sterlingə var. Şeyə də udmuşdu onsuz. Çox səviyyəsiz bir məğlubiyyəti var. Strickland'ı da udmuşdu. O'Malley'ni də udmuşdu özü. Mənə görə udmuşdu. Sözünü açıqda. Strickland'la aralarında weight fərqi çoxdur da. Marcus udub da decision'dan. Prosta Marcus'u decision'dan udursansa, yəni sən Merabı necə udmağı planlayırsan? Yes. Pyotr Yan. Figueiredo decision'dan, Song Yadong'u decision'dan udub. Ya hamını udub. Bir dənə döyüş keçib Merabdan sonra. Bir dənə şeyə udub. Merabla title deyil idi axı. Çoxdan idi Merabla fightları. Merab ondan sonra çempion oldu, nə bilim nə oldu. Merabla title'a döyüşməyiblər ya. Onda ikisində də kəmər yox idi. Onda kəmər Sean Strickland'da idi, middleweight'də. Bunların weight'ində də O'Malley'də idi. O'Malley Aljamainə uduzub. Aljamainə necə uduzmuşdu? Səhv eləmirəmsə 3-2 ya da 4-1 uduzmuşdu. İkinci fight. Birinci fight disqualification'da diz qoymuşdu Aljamainə. O xatırlayarsan. O biri fight'da amma Aljamain qəşəng onu bütün roundlar. Yes, bütün yadımda da. Onu qəşəng olmuşdu özdə. Çox qəşəng olmuşdu. Jose Aldo'nu title üçün udmuşdu da. Uriah Faber udub. Yaxşı rezümüsü var ya. Çox yaxşı rezümüsü var. John Dodson da dalaşır. Yo, güləşənləri də udur belə baxanda. Yəni güləşlə problemi yoxdur. Sadəcə Merabın güləşini qarşılaya bilmir. Yoxsa belə mənə açıq elə gəlir ki, Merabdan sonrakı ən yaxşı fighter bu çəkidə elə Pyotr Yandır. Açığı. Sadəcə olaraq Umar niyə daha yaxşı olur? Yəni Umarla Merab daha yaxşı məç eləyir. Çünki Umar Merabın güləşinə qarşı nəsə eləyə bilir. Amma ayrılıqda Pyotr Yan məncə Merabı Umardan daha yaxşıdır yəni. Döyüşsələr mənim gözümdə Pyotr Yan daha favorit olar, nəinki Umar. Çünki strikingdə Umardan üstündür və Umarın Pyotr Yanı yerə alıb yerdə saxlayası bir wrestlingi yoxdur məncə. Umar o işə baxmır. Amma qəşəng Umarın yaxşı spralları var. O spralların hesabına Merabla ilk 2 raund dözə bildi. Nəinki dözə bildi? 2 raund. Utdu da yəni. Yəni Merabla güləşdə dözəndə udursan axı Merab olsa. Corey də məsələn birinci raundu utmuşdu da Merabdan. Yəni Merab yerə almasa səni udursan da onsuz da o raundu. Merab strikingdə heç nə eləmir onsuz da. Arada eləyir ha. Döyüş ümumi verəm. Pyotr Yan bu döyüşdə nə edə bilər? Vallahi çox qəliz məsələdir bu. Yaxşı bir dənə game plan bəlkə gələrlər, necəsə bilmirəm. Pull out eləyə bilər. Pull out. Allah. Oh my god. Mən açıq yenə 50-43 saat görürəm bunu. Bu dəfə daha şey. Vallahi hə. If not submission. Merabın elə risk axır vaxtlar finish eləməyə həvəsi var axı. Çox gözəl finish elədi amma. O'Malley elədi, Corin də az qala eləyirdi də. Corin az qala knockout eləyirdi. Özü qəşəng eləyirdi ya yəni. TKO eləyirdi az qala. Hə yəni ola bilər. Merab is getting better. Merab çox qəribə bir şəkildə Merab is getting. Hə. Pyotr Yan, nə bilim valla. Merabın yaşı nədir? Merabın 35 yaşı olmalıdır, 34. 35 olacaq. Gəlinə vaxtsa batmalıdır da. Batacaq amma. Mənə elə gəlir ki, Xəbib gillə biraz onu gözləyir ki, orada axı Umar Merabı call out falan eləmirdi, ona fikir verdim. Uddu yenə eləmədi özdə. Umar Merabı call out. Məncə orada biraz Umarı istəyirlər ki, həm özünə bir güvəni gəlsin Umarın. Udalda biraz güvən vermədi. Güvən vermədi, hə. Özünə də bizə. Yes. Amma elə bir istək var ki, Umarın həm özünə güvəni qayıtsın, həm də vaxtı da qoy keçsin. Nə ziyanı var? Umar is only getting better və is only getting younger da Umar belə baxanda. Merab da ona görə tez bazar deyir ki, Pyotr'da döyüm, buradan pul götürün. Sonra yenə döyüşmək istəyəcək. Merab bir intervyuda baxmışdım. Merab deyir ki, çempion olandan sonra qazandığın pulla əvvəlki significantly fərq eləyir. Milyonda axı çempion olandan sonra hər döyüşdə minimum milyon gəlir. Deyir ona görə çempion olan kimi I wanna fight
as frequently as possible, yes. Çörək yemisən? Yemişəm ha. Hiss elədin soğan yeyəndən yoxsa? Ağzından ölürəm mən. Hə. Nə yemisən? Qəşəng mama şey qoymuşdu. Yağlı duzlu balıq qoymuşdu. Çox duzlu olmayan amma. Çox az duzlu, amma Şey çalan yağlı. Farel var idi, hissə verilmiş. Yox, hissə verilmiş. O çox qəşəng olaraq hissə verilmiş vallahi. I love it. Amma az duzlu. Onu belə soğanı qoydum, belə soğanı lay doğradım. Lay balama. Qoydum bələnçiyinə çörəyin üstünə də balığı qoydum, birləşdirdim, yedim. Tək çörək. Çox qəşəng idi. Yox, çox pis çörək idi. Çörəyi də pis deməzlər, amma belə içi yumşaq, yaxşı olmayan. Noya belə doğranmış çörək olur, Baton istəyir ya. O batan istəyir, hə. Onu İstanbulda bir dənə dayıda qəşəng verir, Onu hər gün biz buradan talk show with bəyimdəki bəyimə salamlarımı bildirirəm. O ilə hər dəfə biz yeyib İstanbulda yerdik ondan. Üstünə belə roka zadda qoyur. Roka da bildin hansı, rukkola var, ot. Qalın bir yaşıl ot. That's dope. O göyü, yəni inana bilmirəm ki, bizi yaradan Allah o göyü də yaradır. Açıq o dərəcədə. O amma balığa çox yaxşı dad verir. Vallahi. Hə, balıqla gedir o. O bilsən necə bir şeydir? Elə bil narın göy olanı kimidir. Balıqla nar necə ki biraz belə turşumsuluq verir, balıqla gedir ha. Həminki bir şey. Yes, I saw. Hə. Ona görə qəşəngdir. Qayıtsaq Merabla. Yox, qayıdaq Meraba. Vallahi Merab burada öcə evi satmaram. Necə? Ev qalmadı çünki. Ev qalmadı. Bir dənəsini Moreno'da satdıq, bir dənəsini Talbotda satdıq. Yo, ev var, ona görə də yəni bu YouTube-dan gələn pullara gedir. Hamısını real estate-ə invest edirik. Özdə Moreno'da evi qoydun, 2 dənə ev götürdün. 11-in üzrə sat Meraba qoydu. Sağ ol. Həqiqətən də. Amma tez cash out eləyən bir gambling site olsaydı, məsələn, Moreno'dakı evin şeyini naxadı sən. Tək olur, amma tez cash out eləsin. Biz ev satıb qoyuruq axı. Naxadı sənə 100.000-i saysın site. Elə, sən də tez ki o biri fayta qoyasan. Decision-la qoy, 50-40-da qoy, 40-ya qoy, 42-yə qoy. Öldürəcəyəz o da yazlar belə. Amma decision, valla mənim ən çox gözləntim odur. Amma bilmirəm, mən açığı biraz burada şey olacam, qeyri-konservativ, liberal olacam. Hanı mənim bayrağım? Buradan LGBTQ community-yə də salamlarımızı göndəririk. Bilirik ki, bizi onlardan eşimizləmir, çünki biz ancaq oğlanların kanalı olaraq tanınırıq. Amma still salam göndəririk. Amma açığı mənə elə gəlir ki, Pyotr Yan bu döyüşə hazırdır bu dəfə. Hazır. Və 50-45 uzacaq, 40 uzacaq. Hazır olsun amma. Pyotr Yan TKO deyirəm mən. Açığı, I actually believe it. Necə bir senari ilə gözləyirsən? Valla, necə bir senari, güləşinlə, amma əvvəlki round, birinci nə bilim 2-3 roundda. Onu eləmək lazımdır olsa, sonra olmur. Çünki Pyotr Yanda onu TKO eləmək bacarıqda var. Var. Ona görə və Pyotr Yanda açığı məncə ağıllı döyüşçüdür. Razıyam. Sterlingə vurduğu dizdən xatırlayırlar. Ay. İstəyirəm Pyotr Yanın içine, özümü inandırmaq istəyirəm ki, Pyotr Yan kimi. Amma Pyotr Yanın stansı da, attacking stance da öyle. Pyotr Yan biraz Lomachenko kimi dalaşır. Stance mənası. Download, ping. Hə, ISO-da o biraz elə bir Merabla getmir. O 3-cü raundda açılır Pyotr Yan. Yes. Ona görə biraz nə bilim, çətin gəlir mənə. Görmüş ol. Valla inanıram mən Pyotr Yanın qələbəsinə. Hə, yəni başlayan kimi aqressiv şəkildə üstünə gələcək. Henry Cejudo, təbii ki, Merabı da yazacağam. Amma bir dənə də belə bir şey, o bir şey. Evə yox, yenə deyirəm. Telefon. Telefon yox da, maşına, ikinci maşına. Yes. Amma bunu həqiqi qeyd edək, sonra da oradan şikayət olar bizi baş polis idarəsi ilə şeyə salmasınlar da. Bunlar hamısı zarafatdır, belə bir şey heç kəsə tövsiyə eləmirik. O qədər ev və maşın da yoxdur açıq. O qədər ev və maşın da yoxdur. Olsa da eləməyin, heç kəsi qumara həvəsləndirmirik. Yəni dostlar arasında da mən əslində nəyi demək istəyirəm? Təbii ki, burada pul yazmaqdan söhbət getmir. Misal üçün Xbox oynayan uşaqlar var. Orada yazırsan axı kimlər ödəyir. Yes. Sənə qızıllar verir, nə bilim kimisə transfer elə. Henry Cejudo boynu uzat. Yəni belə fikirlər gəlir də. O mənada deyirəm ki, orada seçəndə mən seçəcəm.
Talbot, Brandon Moreno, Pantoja. Tam dedi. Orada elə deyil axı. Talbot method da deməlisən, round da deməlisən. Onu de. Mən ağlım gedib. Ay doğrudan elə dəqiq. Elədi. Biz axırıncıda sən nə qədər tuturduq? 2500 dənə qızıl coin aldıq. Talbot decision, Moreno decision, Pantoja submission. Neçənci round? Onu da demək. 2 demirsən. Hə. Bir də ki Merab. Decision. Merab decision. Bir dənə də fight var idi amma main kartda. Jan Blachowicz. Hə. Bunu bilmirəm. Mən bu Guskovun döyüşlərinə baxmışam. Mən də bilmirəm, yalan deyərəm. Bir də Baxmışam Blachowicz açığı bilmək. biraz, yox. Blachowicz dandı deyə bilmirəm açığı. Nə qədər dandı, bir barıtı qalıb qalmayıb onu bilmirəm deyə. 42 yaşı var, dandı. Yəni də, hə. Yes, bir də ki o üstünə Guskova. Və son döyüşdə çox yorulmuşdu. Yorular da 40. Guskovun 33 yaşı var. Yes. Ulberg'i uduzub. Ulbergə özdə yoruldu uduz deyə, ondan mən pis oldum. Rakislə cancel olub. Təngi nəfəs oldu uduzdu. Pereira'ya uduz. Çox az. Pereira'ya split decision. Son 2 il yarımda 2 dəfə dalaşıb. Belə fikirləşib, bu Pereira'ya split uduzdu ya. Ulberglə bu il dalaşıb axı. Onunla onun arasında döyüş yoxdur. Və Pereira'ya split uduzandan sonra Pereira getdi, kəməri aldı. Kəməri 3 dəfə defend elədi. Vay. Sonra itirdi, sonra təzədən qazandı. Hələ bu O dalaşıb. qədər, hə. Alex Pereira da uduzmuşdu bu. Split decision again. Close fight idi. Əməlli close fight idi. Wrestle duck eləyirdi onu. Yes. Qəşəng də döyüşürdü. Yəni onda yaxşı vaxt idi. Məsələn, orada da 40 yaşı var idi. Amma ya İsrailin ilk məğlubiyyətini bu verib də elə. Bəli. Hər oğlana qismət olmur növbəti. Burdan İslam Maxaçevə bir daha təbrik. Düzdür, çoxdan olub. Çoxdan olub, 1-2-3 həftə var. Amma yenə də O boyda İsrail qədər bir win streak-in sonunu qoymaq hər oğlana qismət olmur. İslama 3 dəfə qismət olub, düzdür o boyda win streak-a. Və hələ də deyirik ki, görən GOAT listdə top 10-da var, yoxsa yox. Amma Pereira'nın rezümesinə baxayım. Sean Strickland, İsrail Adesanya, Jan Blachowicz, Yuri Prohaska, Jamal Hill, Khalil Rountree, Khalil Rountree, Ankalaev. Hamı da yəni. light heavyweightdə hamı, həqiqətən. Carlos Ulberg da indi gəlib deyə yoxdur onun listində. Onun da anasını ağladar açıq. 100%. Ulbergdə çünki şey yoxdur. Başqa iş. Ulbergdə Pereira'ya güləş təhlükəsi göstərmək yoxdur. Pereira məncə udmağın tək yolu odur ki, ya Xəmzət kimi onunla güləşəsən, ya da Ankalaev kimi güləş təhlükəsi göstərəsən. Yəni belə heç o şeyi göstərmirəm. Çox stupid gəlir də. Yəni bu Glory çempionu ilə deyirsiniz ki, tam mən full ayaqda döyüşəcəm. Necə ki? Elə bir çıxmısan Xəmzətlə deyirsən ki, mən ancaq güləşəcəm. Amma güləşçi deyirsən. Amma güləşçi deyirsən. That's the part. Yəni. Nəysə, sən nə deyirsən? Mən Guskov main card'ın final prediction. Yes, Guskov decision deyirəm. Knockout açığı istəmirəm. Guskov decision deyirəm. Ondan sonra Moreno ona da decision deyirəm. Əslində hamısını decision deyirəm belə baxanda. Pantoja bir dənə birinci round submission deyirəm. Bir dənə döyüş nə idi Merabdan başqa? Cejudo, hə. Orada knockout demişdim bayaq. Onu deyim görəm. Belə onu yazanda ora mən UFC 5-dəkinə nə yazacağam onu bilmirəm. Açığı iqrada nə yazacağam. Mənə amma elə gəlir ki, knockout gedər. Gedər? Gedər. 3-cü round KO deyirəm Talbot. Bir də ki mən açıq gəlir ki, Talbot KO eləməsə decisionla Henry udacaq. Biraz elə bir şey var. Hətta orada mənə biraz decisiondan Henry-ni udmağı ala biləcəyimiz ən pis nəticədir o döyüşdən. Yes. Ona görə Talbot KO deyirəm buna. Ona görə Talbot deyirəm. KO bir də ki Merab decision-da yəni. Merab decision deməyə qoy ayrılaq səninlə burada. Merab round 4 ground and pound deyirəm. Hətta. Yes. Round 4 yorulub axı. Petryan da o deyil, Merab da başlayır yüngül vura biraz şeydir. Yəni ki belə. Nəticələr belə. Bəs tamaşaçılarımız nə deyir Nami? Görək də. Kommentlərdə bildirsinlər. Kommentlərdə qeyd eləsinlər. İnşallah yeni ildən Paramountdan artıq hamımız baxa biləcəyik. Biz baxırdıq onsuz da. Yes, biz $90 verib baxırdıq hər dəfə. Düşəndə gedirdik, canlı baxırdıq. Yes. İnşallah yeni ildə, indi bu döyüşün bir recapini də çəkərik amma 100%. Və il sonu bir danışarıq ki, bu il nələr oldu, nələr olmadı, bir uzun bir epizod istəyir
hər divisiona bir toxunmaq olar. KO podcast Recap 4 aylığında. 4 aylığında və 300 subscriberlə. Yes. 0 subscriberla başlamışdıq ha bu işə. Başqaları kimi 1000-lə başlamamışıq. Yes. Yalandan da özdə reklam vurub orada 10.000 dən izləyicimiz var söhbət də eləməmiş. İndi o kanallar bildi biz hansılar. Amma biz bilmədik. Bildilərsə bizə də desinlər. Bir də bizə CV yazı versinlər ki, o 1000 subscriber reklamı hardan vururlar. Bunlar ayrı. Yaxşı, bir dənə də sual verim sənə, belə yekunlaşdıraq da. Ağlımda bir sual var. Yarıya bax. Bunu tamaşaçılardan soruşaq. Səndən əziz tamaşaçılar, belə bir sualımız var. Bunu xahiş edirik. Çox qəşəng tamaşaçılar var idi, görün onu. Fanatlar dayanmır. Fanatlar şüşənin o bir tərəfin. Bizi sizlər var etdiniz. Yes, çöldə şey. Özəlliklə şu qismi. Milan Fashion Show gedir çöldə. But the question, əziz tamaşaçılar. Bir mahnı var. Exactly. Eldar Mansurovun sözlərini yazdığı, sözlərini yazmadığı, musiqisini bəstələdiyi, Brilliant Dadaşovanın oxuduğu sözlərində. Brilliant Dadaşovanı da tanıdınız da. Bəli. Demək, həmin o Bayatılar mahnısında, əziz tamaşaçılar. Orada deyir ki, yad baxmağı bir yana, yar yada baxmayaydı. İndi yar yada baxmayaydı, başa düşmək asandır nə demək istəyir. Yad baxmağı bir yana deyəndə, sizcə orada gizli yiyəli hal var, yəni yadın baxmağı mənasında, yəni başqa birinin baxmağı bir yana. Yoxsa bu bir zərfdirmi? Yəni yad baxmaq, yəni bir yad ki, belənçiyinə baxmaq. Hansı mənadadır? Belənçiyinə baxmaq deyən tamaşaçılarımız like, yadın baxmağı, digər insanların baxmağı deyən tamaşaçılarımız comment və yaxud da ki, sadəcə komment yazıb hansını fikirləşdiyinizi deyə bilərsiniz. Bu sualı bəlkə bir 20 nəfərə vermişik. Hesab 10-10'dur. If not 11-9. Həqiqətən yəni çox even gedir. Ona görə bizə maraqlıdır ki, burada komment yazacaq 4 tamaşaçımız görəsən nə deyəcək. Bu belə və indi sənə o ağlımdakı sualı verim. Paramountdan sonra bildiyimiz kimi UFC 324 yanvar ayında olacaq və səncə burada ilk title fight hansı olacaq? İlya Topuria. Onu deyirsən, hə? İlya Topuria məncə İlya Topuria qarşılaşacaq Paddy Pimblettlə. Açığı. Amma indi Armanın o birinci raunddakı fərqi mümkün deyil deyirsən. Çatmır çünki Arman Joran. Çatar. Dəmicdə götürməyib udubsa əgər, ona da tamaşaçılarımız yaxşı baxarlar. udubsa Armana təklif edərlər. Ki özdə bunu pis ayaqda qoymaq üçün də o söz istifadə etmək istəmirəm. Uduzmuş da ola bilər. Ayağına qoymaq üçün deyər ki, indi bu döyüşə baxanlar onlar bilir də, yaxşı döyüşübsə verərlər. Məncə amma yaxşı döyüşdə nəyə deyirəm? Yəni Dan Hooker ölüb. Yes. Belə bir şey demək istəyirəm. Amma belə bir şey də deyim. Bunu deyəsən dünən danışdıq da səninlə. Ki UFC yo bunun biri ilə danışmışam. UFC 324-ü açıqlamayıb baxa hələ də. Və bu normal bir şey deyil. 324-ə az qalıb. Amma deyirlər ki, bilirlər də, sadəcə nəsə gözləyirlər. Amma yəni mən onu deyirəm ki, elə açıqlanmayıbsa, exactly. Onlar gözləyir ki, açıqlamayıblarsa məncə. Armanın bunları elədiyini bunlar Arman eləyəcək indi ki, demirsən dalaşmaq istəyirəm. Əlin qolun sınıb, canın sağ olsun. Bir ay sonra gəl dalaş. Armandan soruşdular onu bu arada. O elə 2 həftə və press konferansda, pre-fight amma. Post-fight çünki pre-fight press konferansda Armandan soruşdular ki, bu döyüşü birdən utdun. Short notice-də bir ay sonra İlyanın döyüşü açıqlansa, bunu indi orada jurnalist da soruşursa məncə bildikləri var. Açıqlansa, bir ay sonra yanvarda İlyanla döyüşmək döysən, Arman dedi ki, no problem. No problem deyərdi. Arman qayıtdı özdə dedi ki, necə dedi, no problem da demədi. Dedi ki, once UFC give you a chance, you gotta take it. Yeah. Arman ağıllı olandı. Yes. Dan Hooker'la da döyüşünü gördün də. Dəhşət. Wow. İzləyin. Görüşərik tamaşaçılar. Sağ olun, salamat qalın. Drakaris.